Ads Manager hissəsinə keçəndən sonra biz burada hansı ki özümüzə nə yaratmışdıq? Reklam hesabı yaratmışdıq. Okey. Biz indi baxaq buradan reklam hesabımızın adına CV altdan xətt advertise və biz yaratdığımız reklam hesabına keçid eləyirik. Reklam hesabına keçid eləyəndən sonra, okey, buradan full versiyaya keçid eləyək. Tamam. Bu bizim oldu ads.tiktok.com. Yəni TikTok'un Ads Manager artıq Business Center'dan çıxmış olduq. Burada bizi qarşılayır Campaigns, Tools, Analitika və Dashboard. Campaigns hissəsində hansı ki biz bu hissədən reklamlarımızı, yəni kampanyalarımızı yaradacaq. Burada da metaya bənzər şəkildə campaign, ad group və ad metada bu isə ad set adlanır. Yəni biz də qısacası burada reklam verəndə 3 mərhələdən keçməliyik. Tools hissəsində var, hansı ki TikTok Business Center'da sol tərəfdə bizə göstərmişdi həmin funksiyalıqları və onlardan əlavə burada Events Manager var, Keyword Planner var, Audience Manager var, auditoriya yaratmaq istəyirsinizsə, Custom, Lookalike falan və s. Növbəti dərslərimizdə zaten bunlar da gələcək. Və yaxud Pixel yaratmaq istəyirsinizsə, Event yaratmaq istəyirsinizsə, Events Manager-ə keçid eləyirik və s. Yəni bir sözlə desək, TikTok Ads Manager-ın funksiyalıqları yuxarıdakı Tools hissəsində idi. Okey, gəlin biz davam edək reklam verməkdən. Növbəti dərslərdə artıq pikseli qoşarıq, eventləri yaradarıq və s.